Çox gözəl. Çox sevindik. Biz həmişə görüşürdük, biz tez-tez doğrudan məclislərdə salamlaşırdıq, bir yerdə uçurduq, gedirdik, gəlirdik. Xalq artistləri Aygün Kazımova və Röya Ayxan illər sonra bir araya gəliblər. Röya uzun aradan sonra Kazımova ilə birgə görüntülərini paylaşmasına münasibət bildirib. Biz həmişə görüşürdük, məclislərdə salamlaşırdıq, bir yerdə uçurduq, gedib gəlirdik. Amma axırını gətirmirdik. Bu dəfə nöqtəni qoyduq. Onu təyyarədə yatmağa qoymadıq. Pis göz nəfsdən uzaq olaq. Qəşəng layihələrimiz olsun. Hamı sevinir, maşallah. Amma axırını gətirmirdik. Bu səfər nöqtəni qoyduq. Maşallah. Qoymadıq onu yatsın samolyotda. Üzləmək olsun. Amin. Amin. Çox Pis sevindik. gözdən, nəfsdən uzaq olaq. Xalq artisti Aygün Kazımova gündəmi zəbt edən həmkarı Röya Ayxanla olan fotolarına münasibət bildirib. Pop diva açıqlamasında şou biznesə səslənərək dostluq mesajını çatdırıb. Eyni hissləri mənim komandam, fanatlarım da yaşayır, sevinirlər. Bu bizim Röya ilə göyün 7-ci qatındakı ikinci görüşümüz idi. Qarşıda gözəl layihələrimiz var, sadəcə gözləyin. Bu şou biznesə gözəl sevgi mesajı olsun. Dostluq, birlik, anlayış, sevgi ilə örnək olaq deyə Kazımova bildirib. Bir an deyə bilərəm ki, bizim Röya ilə ikinci göyün 7-ci qatındakı görüşümüz idi. Fanatlarımız, sevənlərimiz görəcəklər ki, çox gözəl layihələr gələcək qarşıdan inşallah.